Kəsir. Gülüm yalanların güldür solacaq, qara saçlarında laf ağaracaq. Ancaq gözlərini Ancaq gözlərini sevmişəm sənin, gözlərin əbədi qara qalacaq. Bu Yusif Mustafayevdir. 70-ci illərin sonu bir qrup gənc kənd toylarına səs salmışdı. Toylarda mahnıları kasetlərə elə toydaca yazılırdı. Kənd cavanları Sovet istihsalı Vesna magnitofonlarında ruhiyyə, əfsanə, balıqların şahı ölüb dəryada, rəsmi sənətin ara müğənnilər adlandırdığı səslərə qulaq kəsilirdilər. Ana ürəyi toyların şah mahnısı sayılırdı. O illərdən illər keçdi. Bu da həmin gənc səslərdən biri. Kənd toylarının Filankəsin oğlunun toyuna Yusif gələcək heyrətini yaradan Yusif Mustafayev. İlk dəfə toya getdiyim günü xatırlayıram, amma ondan qabaq mən uşağın yadında çox şey belə qalır da. Mənim yadıma gəlir ki, 6 yaşım vardı, mən atam bir yardımlı rayona getmişlər, gəlin gətirməyə. Atam qazəlli bir maşında işləyirdi. Birinci dəfə yadıma gəlir ki, mən atamla yola 10-da çıxmışam. Onunla getdik, biz orada qar tutdu. Qar tutdu demək, maşınımız qaldı orada. Oradan demək, yardımın orada bir Odrağaran kəndi vardı. Oradan düşdük Sırıq kəndinə, yadımdadır. Düşdük orada piyada gəldik. Yana məktəb masallıya qədər biz piyada gəldik, ilə dağla daşla gəldik. Yusif indi Bakıda yaşayır. Şadlıq evlərində oxuyur, kliplər çəkdirir, toylara gedir, dizillə işləyən Land Cruiser sürür. Ancaq elə 70-ci, 80-ci illərin toylarında formalaşan kənd sadəliyini, sadəlöflüyünü eləcə də qoruyub saxlayıb. Şəhərləşə bilməyən bir kənd uşağı kimi. Ata-anam biz 10 uşaq olmuşuq, 5 bacı, 5 qardaş, bəli, ən böyüklərdə mənəm. Atamla da aramızda çox yaş yoxdur, 20 yaş fərq var. İlk dayanacağımız Mərəzədir. Neft Akademiyasının tələbələri Yusiflə şəkil çəkdirmək istəyirlər. Məmnuniyyətlə. Tələbəli illərinin kövrək anlarına yaşayan gənclərin coşqunluğuna biz də qoşuluruq. Şuşanın dağları, çəşək dumanlı, qırmızı koftalı, yaşıl dumanlı, dərdimdən ölməyə, çoxdur cümanı, dərdimdən ölməyə, çoxdur cümanı, ay qızına qaşız, bu nə ter, ölərəm dərdimdən, onu bil, ölməsən dağlar, varın gün, ay qız bu nə qaşız, bu nə ter, ölərəm dərdimdən, onu bil, danışmasan da balam, varın gün. Təbiətin gözəl çağıdır. Yaz gediksə də, yaz gözəldir. İnsan övladı qurur, yaradır, hərdən elə düşünür ki, o bu məkanın sahibidir, hər şeyə qadirdir. Ancaq təbiət öz yaradanının iradəsini poza bilmir. Sel günümüzün ağırlı problemidir. Bu analar bütün gecəni yatmayıblar, sel qorxusu yaşayıblar. Anacan, o bir Yusif Mustafayev var, analar maası oxuyur, tanıyırsınız, mən o insanım. Allah sizə can sağlığı versin. Səylə belə. Biz düşmüşük siz anaların ünvanına. Bütün Azərbaycanı gəzirik. Belə bir veriliş var, ay ev yiyəsi, ay ev yiyəsi. Ay sağ olun. Bax, indi inşallah biz də gedirik, yəni sizin üçün bir gözəl ananın ünvanına gelirik Allah. Köməyiniz olsun. Ki sizlə görüşək, siz də bu kadrlara düşərsiniz. Uzat olsun bala. Allah həmişə sizi şad eləsin. Çox sağ olun. Mən Yusif Baloza nə qulluğuz, nə sözüz. Qulluq sahibi olasan heç nə. Daha bizi sənə. Bax maşallah, ikiniz də mənim anam oxşayırsınız. Bax, dişləriniz də qızıl mənim anam kimi. Allah sizin canını sağ eləsin. Və toylara gəlin, bax maşallah, o gün olsun, elə qapıda toylara gəlin. Sağ ol. Biz sözüz, biz tapşırırıq. Bir qulluğuz. Sağ ol, sağ ol. Ancaq sel aparır da bizə belə. O Allahın qisməti düzələcək Allah sizə. Narahat olmayın, düzələcək. Sağ olun. Sağ olasın, sağlığına qalın. Sağlığına qalın. Hara gedirik?
Göyçayın kəndləri başlayır. Yusif kəndlərin canlı xəritəsidir. Bu kənddə, o biri kənddə, toyda oxumuşam deyə bələdçilik edir. Hər kəndin, hər elin özünə məxsus adəti, şakəri var. Azərbaycan bəlkə də elə bunun üçün ağlım dərk edə bilmədiyi müəmmalar məmləkətidir. Çay kənarında tənha bir ev. Əgər ev demək olarsa. Necəsiz, nə var? Salam. Hardanı? Gel buraya, sen o üzüyü bir de o kirin öpümü bu. Allah saklasın. Bunlar hamısı geleceğin əsgərləridir. Bura Göyçay kəndidir, bu uzaqdır bu. Demək, Qara Məryəmlə Alpodun arasıdır. İki Qaraməryəmin arası. Burada kənd deyil də bu, yox? Elə kənd arası deyək. Orada kəndin nədir? İnçədir o kəndin adı? Ona elə incədir. İnçə, ay sağ ol, İnçə kəndidir. Siz özünüz hansı rayondansınız belə? Özümüz Şuşarıyım. Şuşadan? Allah canı sağ eləsin, yine inşallah sağlıq olsun. Allah qoysa, bir hər çətin asan olar, amma çətin asan olar. Düzələcək Allahsa, qaydarsınız inşallah torpaqlarınıza. Və o gün olsun ki, bax bu gözəl bağlar, orada gəlir onların toylarında Allah qoysa işlər. Allah sizə kömək olsun. Yol kənarında dağın ətəyində sığınacaq tapan bu insanlar qarşıdakı yoldan keçən maşınları gözləri ilə ötürürlər. Görən bu maşınlardan biri bizim həyətə dönə bilərmi? Şuşanı, doğma yurd yuvasını itirib, bu yol kənarında sığınacaq tapan tənha Şuşalı içinin, ruhunun tənhalığını yaşatmaq üçün bu məkanı seçib. Burada isə Şuşanı görməyən, qaçqın, köçkün və s. adlar qazanmış uşaqlar böyüyür. Bu uşaqların sevincini bölüşmək istəyirik. Düppədüz, asfalt yolda şığıyan maşınlardan biri bizim həyətə dönə bilərmiş heyrətinə son qoyula bilər. Elə Şuşa ağrısı da günlərin bir günü beləcə bitəcək. Bura Ucarın ərazisidir. Asfalt yolların nəhayətsizliyindən ayrılıb kənd yolları axtarırıq. Hələ ki, kənd yolları görünmür. Bəlkə bir çay çək. Çayxana elimizin saxlaya bildiyi ən gözəl adətlərdən biridir. Yusif bu kənddə də toyda olur. Qonşu kənddə də, elə o biri kənddə də. Bir daha gələ bilər, əgər uduzsa. Şərtimiz nədir? Udsuz Yusif müəllimi oğlunuzun toyuna gələcək. Uduzsuz, bir nə quzu göndərəcəz bizim Bakıya. Ha, görək də aycan, iş böyüdür. Çox sağ olun. Bu yanında Lək kəndi var, sizdə burada. Orada mən toy dedim, Həsən xanın oğlunu toy dedim. Kim gəlmişdi ora? Həsən xan. Gələn vardı orada. Bura Ucarın Qazyan kəndidir. Gəzyan bazar. Qazyan basar, ay sağ olun. Kənd Respublikada həm ərazisinə görə, həm də əhalisinə görə ikinci yerdə duran kənddir. Kənd çox pərakəndə olduğuna, böyük olduğuna görə burada hər bir kəsim və hər bir dəngənin obanın ləqəbi var. Adamın da. Burada adamların ləqəbi var da. Məsələn siz teleoperator, nə bilim jurnalist, burada da indi hərənin öz məşğuliyyətinə görə. Hər bir adamın, hər bir ailə mühafizəsinin onun ləqəbi var. İndi sizin ləqəbiniz nədir? Desən ki, mən Qasım var. Saçın. Hansı Qasım? Sakin mi? Asfalt yolların qarası, yaz günəşi elə bil bizi qaralayıb. Bu qeyri-müəyyənliyə son qoya biləcəyikmi? Bəlkə bu insanların qonağı olaq. Ay salam aleyküm. Allah qüvvət versin. Sağ ol, bizi qorxusunuz da. Nə qorxursunuz ki bu? Ay, sən zəhmət çək adamsan. Sən niyə qorxsan? Olar səndən bir görüşüm. Ay səni Allah salamat eləsin. Mən müğənniyəm. O mahi yox, ay mənim abirçək anam, ay mənim çiçək anam, Yusuf Mustafa'yı eşitməyibsiniz? Ay Allah canınızı sağ eləsin. Biz elə başa düşdük ki, siz haradasa aşağı kətdənsiniz, Qaravəldə. Orada belə maşınlardan var. Hə, onlar reyəs. Dedi ki, yağın ki, oraya gedirlər. Uşaqdan, övladdan nəyim var? Allah şükür varım. Şükür Allah, kömək edirlər. Yaxşı, Harada olurlar? Burada olurlar, Bakıda olurlar, Rusiyyətdə olurlar. burada olurlar. Özümüz usta olmuşuq vaxtında, atamız usta olur. Atamız Ustaq? usta, Usta, hə. Gülgər.
Dülgər, bəli. Ev zat tikəndə. Onun evlatları da usta olub. Hardasa biz özümüzə usta olmuşuq. Yaxşı yığırlar. Hə, balalarına razısan? Neçə övladın var? 7 dənə. Ay Maşallah. 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 Hamısı yanındadır. Yox, 4'ü oğuldur, 3'ü qız. Qızları da evləndirmişəm. Oğlanlar da. Şükür. İndi evdə ancaq ana ilə siz qalırsınız. Yox, evdə bir oğlumun biri qalır. Bir də yoldaş. Hə, laf yaxşı, laf gözəl. Biz qonağıq. Olar, yaxşı. Biz gəlirik elə Qonaq belə. aparırsan bizi. Canınızı salamat eləsin. Mən söz vermirəm sizi qonaq aparıram. Ona görə ki, mən sizi rahat eləməyə yerim, yurdum yoxdur. Hardasa elə bir şəraitim yoxdur. Niyə? Mən niyə məsələn nə? Səndən nə umuruq ki? Çay istəmirik, çörək istəmirik. Elə yox da. Mən Hə. olduğu kimi deyirəm. Olduğu kimi deyirəm mən. Məni yaqın ki başa düşərsən. O oğlu ilə yaşayırsan, nə tər evdir, ev Oğlum şəraiti? misal hardasa fəhlə adamdır da, o da fəhlə adamdır. Fəhlə adam. Oturub həyətində bir dənə çay içəcəyik. Gedək içəməyə baxıb gözlərimiz. Gedək. Sağ ol. Siz indi Allah qismət eləsin. Niyyətuz haradır, niyyətuz? Niyyətimiz sizə Ayev Yəsi adlı bir veriliş var. Gəlirik, indi Allah qarşımıza kimi çıxarırsa, onun qapısını döyürük, deyirik ki, qonaq gəlmişik. İndi də yol keçirdik, gördük siz orada oturmuşsunuz. Dedik, bəlkə qonağınız ola, bir stəkan çayınızı içək. Nə baş verdiyini anlaya bilmədik. Sarımca yığmamış evə gedə bilmərik. Nə illah edirik, nə qədər çalışırıqsa, sarımca sonraya qalmır ki, qalmır. Həmişə belə olandan sonra, bəlkə də bunu Allah bizə qismət eləyib. Bax, söz budur. Hə, İndi gəldin mətləbə. hə. Yox, gedirik dayıgilə. Hə. Aparırsan bizi evə. Salmancan yığı bundan sonra. Nə edək? Bu da bir qismət. Yenə asfalt yol, yox da asfalt yollar bitdi. Zərdabın Mehdillər kəndi. Bu balaca körpələri görməmək mümkün deyil. Cəlildən evin sahibini soruşuruq. Deyir, qardaşım Rövşənin evidir. Yenicə köçüb bu evə. Xoş günüyə gələk, sənin bağların toyuna gəl. Sənin adın nədir? Rövşən. Sən məni tanıyarsan, tanımazsan. Salamünaleyküm. Xoş salam. Təsadüfən məni tanımazsan sən. Vallahi nə görməmişəm. Qəti. Yox, et. Buyur, iş bu deyil. Belə bir müğəni tanımsan Yusuf Mustafayev. Ha. Biz sənə təksi yolunu baş keçər. Televizorda Bizdə görürsən. qalsın, ay sağ Ha, ol. indi Televizyon baxmırsan ha? baxıram indi. Şıvar Zazcanın yanında, qaydasında. Yanır, ha. Mənim televizorum yoxdur. Rövşənin televizoru yoxdur. Ay eviyyəsi nə deməkdir? Bu qonaqlar kimdir? Yusif niyə gəlib? Kənddə ki toy yoxdur. Həyat yoldaşı qonağın bir içim su istəyinə su gətirir. Biz isə yenə üzlü qonaqlar kimi evə dəvət istəyirik. İcazə verirsən, dirək. Yazı verirəm qardaş, gəlin. Gəlin, keç. Güzel balalar, gəlin bura. Gəlin bura. Siz gələsiniz. Allah canı sağ eləsin. Toylara gələk, qardaş. Rövşən Qarabağ döyüşlərində olub. Ürəyinin altında güllə yarası daşıyır. Yenicə köçdüyü bu evi 2 ilə bina edib. Daha nə deyə bilərik? Çaşqınlığını gizlətməyə çalışsa da 97-ci ildə qurmuşuq ailəni. Maşallah, maşallah. Sonra atamın himayəsində olurdum. İndi köçmüşəm evimə, şahidi. Nə vaxt tutdun imtahanı? 2 ildir başlamışıq evin tikintisinə. Kərpicini kim kəsir? Şərifçin Qazaxdan idi. Qazaxstan Respublikasındandır oğlan. Qazaxıstan Respublikasından. Hə. Gəlib burada kərpiç kəsib satır. Azərbaycanlı ilə evlənib.
kasətdə, orada yaşayırdı. O kasətdə. Amma sən bilirsən ki, Qasandadır, Həsən. sən bilirsən bu kərpic evlər, o daş evlərdən çox gözəl keyfiyyətlidir. Hə, elədir. Yayda sərin olur, qışda isti olur. Hə, Özdə burada rütubət olmur, həyətində qəşəng taxıl əkibsən, görürük. O sarı çiçəklər niyə oradan o yad eləmirsən, necə deyir ona? Onun dərmanı Ağaçlar var hələ neyinə. Yox, ona dərman vuracam, indi vaxtıdır deyil. Sonra bax, pomidor görürəm burada maşallah, şitirlidir burada, pomidor əkirsən. Hə, əkirdim. Hə, inşallah. Biraz da yemək olar da Allah sizə, hə? Nə olmasa. Yemiş qarpız da əkirsən. Yusif Mustafayevin toylarda, şənliklərdə iştirakı toy, şənlik sahibi ilə xüsusi saziş əsasında baş tutur. Toy, şənlik danışılır, el arasında adətdir. Rövşənin evinə isə Yusif özü gəlib. Hədiyyə olaraq televizor da gətirib. Həyat qəribəliklərlə doludur. Bəlkə də elə bu qəribəliklərinə görə gözəldir. Əsas günüz, güzəranız nədir? Əkinçilik, maldarlıq hesabı. Başqa işin. Torpaqla. Əkirik, biçirik. Belə ondan yaxşısı yox. Hə. Və indi bugün qonağınız Yusif müəllim. Həmişə televizorda da görmüsünüz, toylarda, şadlıqlarda görmüsünüz. Amma bugün bu həyətdə, bu eldə sizin qonağınızdır. Canlı qonağımızdır, bəli. İndi nə sözünüz var İsmail? Yusuf müəllim arzu edir ki, bizim bu kəndə ilk dəfədir bizə canlı qonağımız olub. Nədir? Artistlərdən, müğənnilərdən. İlk dəfədir Yusuf müəllim bizim bu kəndə ayaqbazı. Bunun xoş qədəmlərinə qurban olaq, quzu kəsək. Sağ ol. Sağ ol. Arzu edirik ki, Yusuf müəllim Tez gəlib. tez-tez gəlsin. Bəli. Hələ indiyə qədər bu kəndə... Bu kəndə gəlməyib, yox, görməmişik. Bu Birinci şəkərə dəfədir. gəlmişəm. Yox, tək sizi yox, ümumiyyətlə. Yox, olmayıb, görməmişik. O gün olsun ki toya Görməmişik. Birinci dəfədir. Toy eləsin. Amin. Hə, canlı olaraq Yusuf müəllimlə görüşürük. Ay mənim göy çayalam, mənim abi çayalam, ay mənim çiçək yalam, mənim abi çayalam, ay mənim göy çayalam, mənim abi çayalam, ay mənim çiçək yalam, ay mənim abi çayalam. Gecədən sübhə kimi mənə laylay çalmısan, gecədən sübhə kimi mənə laylay çalmısan, ömrünü mənə verib, ömrünü yola verib, səni isə qocalmısan, ömrünü mənə verib, səni isə qocalmısan, ay mənim göy çayalam, mənim ağ bir çayalam, ay mənim çiçək yanam. Belə saçına qurban olduğum ağ bir çayalam, Kiçicik bir ailəyə, 30 evli bir kəndə ay eviyyəsi gəlmişdi. Yusif Mustafayevlə. O Yusif ki, kənd ruhunu, toy havasını unuda bilmir. Dəryat çalır, ata minir. Sonra... O tərəfdən tutsadı. Ana deyir, ay qəfər, sən nə atmışsın, dəyişmə, bu ayağımı keçsin, nə can? Qaç. Ay, qardaş, ay arıq deysən, qoruğda nə işin var? Ay, qadıyalım, saxla qoydu şimdi də. Qadıyalım, sabah toyum var, yıxıdır mən bir yavrum. Bu da bir gündür, Allah canını sağ eləsin, bu da bir gündür. Və beləcə bir il bir qonağı yola salır. Əziz qardaşımız Rövşən, səninlə daha yaxından tanış ola bilmədik. Sənin qürurun, məğrurluğun, evin, həyətin, var ilə yox arasında çarpışmaların var olsun. Yaşamaq gözəldir qardaşım. Nazim Hikmət deyirdi bunu nə vaxtsa.